deyəcəyimi heç vaxt unutmayın. Bəlkə də eşidəcəyiniz ən önəmli cümlələrdən söhbət İsraildən düşüb Azərbaycana düşüb. Bir daha deyirəm, dediyimin arxasındayım. İstəyir Elçibəyin partiyası olsun, ise başqa partiya olsun, gəlsinlər debat eləyir onların kanalda. Azərbaycanda bax bu dediyini heç vaxt unutmayın. Mənim bu günə deyəcəyim ən önəmli fikirlərdən biridir. Azərbaycanı İsrailin dərin PKK dövləti idarə edir. Azərbaycanı İsrailin dərin PKK dövləti təşkilatı idarə edir. Mən də tamamilə razıyam. Demək bu kişinin sübut qoymağa ehtiyacı yox. Bu kişi kimdirsə, sübut qoymağa ehtiyacı yox. Bax bu dediyini heç vaxt unutmayın. Mənim bu günə deyəcəyim ən önəmli fikirlərdən biridir. Azərbaycanı İsrailin dərin PKK dövləti idarə edir. İlham Əliyev də Elçibəyin davamçılarında arkada işbirliyi edirlər. Dediyimi isbat eləyə bilərəm. Eləməsəm namərdəm. Açıq şəkildə debata gəlsinlər. Mən onları nifrat çıxardım, əlaqələrini üzə qoyum. Bax bir daha deyirəm, əlaqələrini üzə çıxardım. Dəyərli izləyicilər. Tamamilə doğrudur. Bəylər kimdir? Kemaləddin Heydərov kimdir? Hamısı PKK'nın elemanlarıdır. Hamısı. Kandil dağlarından əməliyyatları gördünüz. Nə qədər göstərdi? O videolar varsa yenə də verin göstərim. Jale şirələri çıxır Kandil dağlarından. Birbaşa. Bəylər Əyyubov kimdir? Heydər Əliyevi kim öldürdü? Vallah Bəylər Əyyubov. Bax Heydər gedən kimi bəylər götürünə gedir. Türkiyə, həm Amerikaya, ora hara getdi bəylər. Tam ölüsündən arxayın oldu. Xaladenika qoydu. Bunu bəylər elədi. Bəylər kimdir? Bax bu dəqiqə. Bəylərin silah ambarları var. Robert'in silah ambarları var. Kürt Azərin silah ambarları var. Ceyhun Həsənovdur, nədir o keçmiş penitensiar xidməti rəisi. İki silah ambarını mən göstərmişəm. Ənə tərəqqabil meşənin ortasında Vahabilərin silah ambarlarını ortaya qoyur. Rəhbərlərinin hamısının olmasa da bir hissəsinin adını ortaya qoyur. Gedir əməliyyat eləyirlər. Mən çəkdiyim adamların adını deşifrə olub deyə öldürürlər. O bazaları çıxardırlar. Mən deşifrə elədim deyə. Amma daha da gücləndirərək orada hökumət dəstəyi ilə yerləşdirirlər. Nətər olur bu? Nətər olur sən get silah almağa 50 dənə sənət istəyəcəklər. Amma Vahabi gedib silah alanda sıraz verirlər. Nətər olur bax bir dənə evdə qeyri-qanuni tapanca saxlamaq olmaz. Kürt Azərin 2 dənə 3 dənə silah ambarı var. Yerindən dedim. O silahları təmizləyən adamı çıxartdım efirə. Yalan deyən götdür, göt verəndir. Yalan deyən bax yalan deyirəmsə erməninin mıxından düşüm mən. Kürt Azəri qoydum bura çıxartdım, onun silahları təmizləyən adamı çıxartdım ambarı. Bir qadın çıxartdım, bir kişi çıxartdım. Kürt Azərin 3 dənə silah ambarını. Sonra o birisi Ceyhun Həsənov, penitensiar xidməti rəisi. Ambarlarda tapançalar, avtomatlar, Winchesterlər. Baxın ha, bax, and olsun Allaha deyirəm bax. Gördünüz də İranda üsyançıların əlində silah var idi ha. Hansı silah idi o? Winchester idi çoxsu. Ən çox da Winchester'dı bunlarda. Yəni Bəylər Əyyubovun bir çox bölgədə əlamanları var, hamısı silahlıdır. İlham Əliyev bunlara deymirsə, deyə bilmirsə, bu da iki məna ortaya çıxır. Birinci məna, İlham Əliyev qorxur, devlətin idarəçiliyi onların əlindədir. İkinci mənada nə ola bilər ki, nədən ötər saxlayar bu silahlar? Xalqı qırmaqdan ötər saxlayar. Bu qədər silah ambarlarını çıxartdıq bəylər. Deyəcəksiniz ki, o general tutdular, o bir Botskiyə oxşayan. Əslində o Botskiyə oxşayan general Bəylər Əyyubovun şəninə, adına ləkə idi. Hamı ona baxıb bəyləri söyürdü, o yekə qarına. Birincisi. İkincisi də Amerika narkotik söhbəti ortaya gəldi. Tranzit, narkotik. Tutdu Venezuelan prezidenti. Bütün tranzit ortaya çıxdı, gəmilər, məmilər. Və Azərbaycanda bunu daşıyan qüvvələr bu generala bağlı adamlar idi. Bağlı gəmilər idi. Ona görə o generalı tutdular, bir-iki nəfər tutdular ki, yəni Amerikaya desinlər ki, biz tutduq. Üstəlik də onları tutdular ya həbs eləməyiblər, sarayda yaşayırlar. Onları tutmaq adından sarayda yaşadırlar, qoruma altında. Niyə? Amerika başına torba keçirib aparmasın. Çünki tonlarla narkotiki qəbul edib başqa ölkələrə ötürən adam bu general idi. Bu Bəylər Əyyubovla hamısı xahişdən, razılıqdan olan şeylərdir. Robert milyarder, Osman milyarder, gömrükdəki o Şahindir, nədir milyarder. Nədir o penitensiar xidmətinin o general leytenantdır, nə o zibildir, o Ceyhun Həsənov. Milyarder yox, onun 10 milyardlarla pulu var. Buna bağlı, bəylərə bağlı, deyək ki, o Tərtərin reisindən belə, çox icra başçılardan belə, hamısı qohum əqrabası, hamısı milyarder, milyoncu. Deputatın budur, bax, deputatın qohumu bugün tələbənin öldüyü təhsil mərkəzinə direktor təyin elədi. Bax, öldürdülər, plana baxa. Tələbəni öldürürlər, öldürən gündə deyirlər, o direktordan direktor olmaz, ala bunun. İndi yaxşı, alın. Deputatın qohumu, bura bax, ağzına bax, nə ağzına verərsən bunun, nə ver. İndi, baxın ha, hazır təqdimat, hər şey hazırdır. Bu rektor təyin olunmalıdır. Bu deputat pulunu da kifayət qədər verib, amma bir nəfər bir çepə lazımdır. Çepə. Bir problem lazımdır. Sonra bir tələbəni öldürürlər, sonra həmin gündə təyin edirlər və salam. Heç olmasa 2 gündən sonra təyin eləyin, ağıllı adamlar bir desin ki, bax, ağıllı adam sırası nə düşünür? Bu plan əvvəldən var idi. Ağılsız adamlar nə düşünür? Tələb ölən kimi prezident səssiz qalmadı, rektoru dəyişdi. Ağıllı adam da deyir ki, bunun ən azı bir neçə gün təqdimat, araşdırma olmalı idi. Nətər oldu? Tələb ölən günü. O demək ki, tələbəni öldürdülər. Vilayət Eyvazov var, o götdən qoyduran. Onun bilirsiniz nə, qulağından tuvağısına vermək lazımdır.